Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günleri Cehalet Mühendisliyine Qələbə programının 233. programını başlayıram. İnşallah ki bizə, özellikle şəxsimə xeyirli olsun. Bilirsiniz ki bu geçmiş 232 oturumların hər birində bəzisində bir kitab, bəzisində 2, bəzisində 3, hətta 1-2 cəlsədə 4 kitab belə Türkçə yazılmış kitabları açmışıq və tanıtmışıq ki, tarixdə bizim dədələrimiz bunları yaradıblar, dədələrimiz, nənələrimiz. Və onların üzünə dünya böyüklükdə 3 qarrədə, yəni Asiya, Afrika və Avropa dedikləri yerdə hökumət sürüblər. Həm də uzun hökumət. Yəni siz baxsaz görərsiniz ki, Çindən tutmuş gəlmiş Hindistandan gəlibdi indiki İran, Türkiyə, bunlardan gedib Avropanın göbəyinə, Viyenə qədər bizim atalarımız hökumət eləyiblər və bu onların yaratdığı, törətdiyi uyğarlıqların əli ilə olubdu, vasitəsilə, ortamcılığı ilə olubdu. Yəni əgər o uyğarlıqlar ola bilməzdilər. Amma biz görürük ki, bu var imiş. İndi bizi bunları yaddan geçən 250 ildə düşmənlər ki, güc tapıblar, Türk dövlətləri bir-bir Hindistandan başlayaraq yıxıblar, gəliblər. Ən son Osmanlı və Qacar hakimiyyətləri də Türk olaraq yıxılıblar və torpaqlar da işğal olubdu. Ondan sonra beyinlərimiz işğal olduğu üçün biz indi o şəkildə dədələrimizi görmürük. Dədələrimizi çox geri qalmış insanlar görsədiblər bizə və bizi də inandırıblar. Çünki biz hər nə ki kitablarda, xüsusən universitetdə təhqiq, araşdırma adına yazılan kitablarda görürük, onların dediklərine vəhy-i münzəl kimi, ayə-i Quran kimi inanırıq. O halda ki, kitablar doludur yalanlarla. Və buna görə ki, bu yalanlardan çıxaq, mən özümü məcbur gördüm ki, qeydəm, əlyazma kitabları türk dilində onları oxuyam, onları tanıyam və onları tanıtdırmağa çalışam. Onun üçün hər kitabdan 5-10 səhifə oxuyuruq. Hər kitabdan 5-10 səhifə oxuyuruq və amma kitabın dilin nə zaman yazılıbdır, qonusu nədir, hangi əlifba ilə yazılıbdır, kim yazıbdır ehtimalən, nüsxədir, əslidir, bunlara da araşdırmada çalışırıq ki, cavab verək. Gedək görək bu günləri hangi kitab şansımıza çıxır. Dünənləri bir kitab açdıq, oxuduq. Süleyman Qanuni çağında yazılmış, yəni deyək ki 497 il öncə bu kitab yazılıbdır. Süleyman Qanuni Həzrətləri Xaqanımız zamanında yazılıbdır ki, Osmanlının 10-cu padişahıdır. Trabzonda da doğulubdur. Yazan Əhməd Şeyxzadə adında bir şəxs idi. Kitabın da adını elə Əxlaq-ı Süleymani qoyub. Çünki elə o böyük imperatorun, imperator demək, o böyük xəlifənin, İslam xəlifəsinin sözlərinə dayanaraq, şeirlərinə dayanaraq, yazılarına dayanaraq belə bir iş görübdür. Gedək görək ki, bu günləri hangi kitab şansımıza çıxır ki, onu oxuyaq və ondan tanış olaq, özümüzə, öz geçmişimizə inanaq, görək ki, nə olur. Bu günləri Bu Əli adında bir kitabı açırıq, heç bilmirəm nədir, amma mən bunu təsəvvür eləmişəm, bunu açanda ki, bu Əbu Əli Sina ki, türkdür, onun haqqında. Zahirən, keçən günlərdə də Erdoğan cənabları böyük liderimiz indilikdə, tarixdə demək olar keçən 100 ildə taysızdır. Erdoğan cənabları Əbu Əli Sinanın türk olduğunu dediği için Farslar şey olublar. Farsların üçün özlərinin şəxsiyyətləri və yazıları yoxdur. Hətta Fars ədəbiyyatında o şeir deyirlər, o şeir var. O şeiri də türklər yaradıblar, saxlayıblar və inkişaf elətdiriblər.
Onun üçün aslanırlar onun bunun varlığına, istəyirlər özlərinə özgədən varlıq qazanırlar. Əbu Əli Sina türkdür. İndi burada görək əcəba bu kitab onun haqqında olsa, təbii ki, elə o birisi proqramlara tabi bunu da Əbu Əli Sinanı da araşdırırıq. Əlbəttə qoyun burada yazaq bir Əbu Əli Sina. Mən türkcə yazım. Əbu Əli Sina. Əbu Əli Sina kimdir? Haralıdır? Kökü nədir? Ya kökəni yazaq, çünki Türkiyədə kökən deyirlər. Kökəni nədir? Nədir? Ərəbiyə vurmuşam onu, bəli, ərəbcəyə vurmuşam. Tamam. Nədir? Görək ki, Əbu Əli Sinanın haqqında haralıdır, kökəni nədir? Kökəni yazıbdır, nədir? Qıssa və cavab budur. Əbu Əli Sina kimdir? Əbu Əli Sina, İbn Sina dünyanın ən böyük filosoflarından, tibb və məntiq və fəlsəfə alimidir. İslam dönəminin Şeyx-ül-Rəis ləqəbini almışdır. Onun oqur məşhur kitabları Əl-Qanun fi tibb tarixində əsli mərcə, Şəfa, məntiq, fəlsəfə, təbiiyyat, riyaziyyat məcmuəsi. Haralı İbn Sina, Buxara, Taxmə, bugünkü Üzbəkistan. Üzbəkistan indi burada soruşsaq ki, dili nədir, kökənləri nədir? Nin Əfşanə namlı qışlağında doğulmuş, çox gözəl. Buxara dönəmində Samanilər dövlətinin paytaxtı olubdu ora. Yəni hara? Əfşanə. Ya Buxara, Taxmə, bugünkü Üzbəkistanın Əfşanə namlı qışlağında doğulmuş. Buxara dönəm Sasanilər dönəmində yəni dövlətinin paytaxtı idi. Kökəni Əbu Əli Sina İrani. Burada yazır İrani. Əcr oldu ki, adam Üzbəkistanda doğulubdu, Üzbəkdir, amma İrani olur. Taciki əslidir. Öz otobiografisində açıq yazır ki, atası Bəlx ya Afşanə yerindən budur və fars dili ilə danışırdılar. Yəni qovmiyyət, indi baxarıq, görürük ki, bu nə qəd düzdür, nə qəd. Çünki bu da kitablardan alır da, bu bilgiləri yazılan kitablardan alır və farslar bunu yazıblar. İndi mən burada soracağım, əcəba bir adamın kökü Üzbək, yəni Üzbək türkü olur isə nasıl Fars ya da Tacik olabilir? Tamam, bunu da sorarım. Sonra kitabımıza sualın çox cayındadır və tarixə aid bir qarışıq məsələni göstərir. Qısa və aydın şəkildə izah edim. Özbək. Buradan götürdü, geni geçdi, latincə yazdı. Kaş bunu latincə yazmayaydı, mən biraz hızlı oxuyaydım. Deyim ki, bunu Türkcə, Ərəbcə əlifbasına çevirer misin? Əlbəttə çeviririm. Aşağıda yazdığım ustadan axırdağı qıssa cavab. Türkcə, ərəbcə əlifba. Dedim ki, bunu çevirdi, onu çevirmədi ki, İbn Sina Özbək türkü deyil. O, Buxarada doğulmuş, Fars Tacik mənşəli filsuf və tibb alimidir. Tamam, bu qədər. Əlbəttə şeydə çox yazıbdı, amma getdi bunu elə bu qədər buradan şey eləyək. Hər halda,
görək ki, bu İbn Sinadır yox. Ya, burada görürük ki, yazıb bu Əli, üstündə də yazıb 99 səhifə. Baxaq görək ki, yəni 100-200 səhifəlik bir kitabla qarşı-qarşıyayıq. Kitab Tarix və Hikayat-ı Bu Əli Betürki. Kitabın adını burada beləsi yazıblar. Əvvəldə elə xətt ilə, bir dənə də 40 yazıblar. Bu Əli deyə kitabın adıdır. Betürki. Burada bir dənə 40 yazıb, o bilmirəm nə mənədir. Astan-ı Quds-i Rəzəvidə saxlanır. Astan-ı Quds-i Rəzəvidə saxlanır. 1331-ci ilin Fərvərdin ayının 24-də Bazdid olubdu. 151-də də Tazaşdan Bazdid olubdu. Kitaba su keçibdi, görürük. Kitabı əyri qoyublar əks götürəndə. Orası çox da önəm daşımır. Su gedibdi, görürük ki, beyt şəklində, şeir şəklində yazıblar. Arasına bir 5 kimi qoyubdu. İndiki zamanda desələr qəlbidir, nədir beləsi tuturlar uşaqlar. Onlardan qoyubdu və ha belə o da şeir olmağını göstərir. O qırmızı yazılar təəssüflə rəngi çox azalıbdır. Əlbəttə bir cür əks götürüblər ki, zahirən də kitabın özünün də rəngi azalıbdır, qaçıbdır. Kitabın o birisi səhifələri biraz yaxçı qalıbdır. Əlbəttə bəzi yerdə görürük ki, qıraqlarına su keçibdir, Şirazəsinin suyu görsənir, amma üst-üstə yaxçı qalıbdır. Nəzərə gələn türkcədir kitab, buradan ki görürəm. Türkcədir. İndiki kitablar modelində yazılıbdır. Yəni, ha zaman yazılıbdır, hangi tarixdə yazılıbdır, onu baxıb bir tapmağımız lazımdır. Amma indiki zaman dediyimdə, yəni əski zamanlarda kitabın 3 tərəfini boş qoyurdular ki, orada ya kitabı oxuyanlar, alanlar onun dövrəsində fikirləri olsa, düşüncələri olsa, müsbət, mənfi orada yazsınlar. Amma son zamanlarda ki, kağız ucuzlaşdı, kitab ucuzlaşdı, ondan sonra kitabı dəftərin hamısını yazırlar, kağızın hamısını yazırlar, qıraqda o qədər yer qoymurlar qala. Buna da baxanda görürük o cürdür. Amma əski olmamağına baxanda nöqtədən, virgüldən istifadə eləmədiyi üçün görürük şeydir. Bir də görürük bu əl yazıdır. Buna görə ki, bu səhifə ki, PDF-də 74-cü səhifədir, yəni 148-ci səhifədir kitabda deyək. Əlbəttə, burada yazıb 143, bu da 144 olsa, 144-cü səhifəni görürük ki, bir xətti başa-baş xətt çəkib üstündəki, yəni bu şeydir. Nəzərə gəlir ki, bu birinci əl yazma olacaqdır. Çox gözəl yazıb birinci əl yazmanı. Əlində görürük ki, istifadə eləyibdir. Kitabxane Milli Məlik adında da bir möhür sonunda yiyibdir. Sonra da burada bir ədədlər cəm eləyiblər. Son 2 səhifədə də bir yazılar yazılıblar və yap ən son səhifədə cildidən öncəki səhifənin də son üzündə və yarpağın da son üzündə bir də mühasibələr və sonra da cildi görürük ki, çox əpriyibdir, köhnəlibdir və aradan getmək vəziyyətində durumundadır. Qeydaq kitabımızın əvvəlinə, açış və axirdə bir əvvəl tarixinə bir baxaydıq ki, görəydik burada bir tarix yazıb ya yox. Bu səhifədə bir əgər olsa biraz oxusaq bəlkə. Bağda hər biri bir xuniyə 70 bax 70 neçə dağ şax güldəğunçə həmrabişən. Görüncə bu hər nə mənədir, bunları hələ oxuya bilmirik. Çünki yazıya adət eləməmişik. Pəc etmiş ta müfəssirlə sirrə səmənd bu günlər gülşəni aləmdə. Şeir də elə. Bunlar hamısı buradan bu axir şeir idi. Mən çalışırdım. Buradan bir pənc etmiş ta. Bu pəncəlləri mən görürdüm. Deyirdim bəlkə tarix olar, amma tarix deyil. Kitabın möhründə də zahirən bir tarix yoxdur ki,
şumarədir bu. Bu da 1331-də kitabxanaya giribdi. 24 fərvərdi 1351-də də təzəşdən buna baxıblar. Nədən isə kitab Bismillah ilə başlamır. Şayət Pəhləvi dövründə Bismillah demək insanlara ar gəlirdi. Ona görə ya Şahın adı ilə başlayacaqlar, ya Allahın. Buna yap-yaxtısı budur ki, heç birisinin adı ilə başlamayaq bəlkə deyiblər. Bəlkə də birinci səhifə düşübdür. Onu bilmədiyimiz üçün bir şey deyə bilmirik. Xuda bərdər nəzir, Xuda birdür, nəzir olmaz Xudaya. Həm ol əvvəldür, həm həvvəldürür, həm ibtidaya. Çün ol əvvəldür, axər də oldur. Çün ol əvvəldür, axər də oldur. Görünən zahir batin də odur. Cahan ayinədir, qılsan nizarə. Cahan ayinədir, qılsan nizarə. Bura çox gözəl yazılıbdır. Əl yazısı olsa burası çox gözəldir. O axirlər əl yazısı %100 şeydi, bəllidir. Oxumağı da zor idi. Bu bölümlər çox gözəl yazılıblar. Mən çox rahat oxuram və düşünə bilirəm. Cahan ayinədir, qılsan nizarə. Görünür surəti haqq aşkarə. Şülər kim bilmədi kimdir ilahi. Gəzər dəryada teşnə sanki mahi. Gəzər dəryada teşnə sanki mahi. Ben ol mahi kimi bir costcuyam. Gəhi yollarda xakəm, gəh cuyam. Sərasər nurudur çün nurə mayə. Zehi əbləh ki əstər nurə sayə. O adamlar əbləhdirlər ki, istəyirlər işığa kölgə salalar. İşığa kölgə salalar. Günəş oldur, gün oldur, sayə oldur. Allahı deyir. Günəş oldur, gün oldur, sayə oldur. Sərasər aləmə sərmayə odur. Gec əvvəl aqil isən kəndinizdən. Gec kimi yazıbdır, yəni gec. Gec əvvəl aqil isən kəndinizdən. Şu kim batil durar çıksın gözünden. Batila ehtimalen beləsi şey oxuyaq. Geç əvvəl aqiliysən kəndüzündən, kəndi özündən. Beləsi istir desin, kəndüzündən. Şu kim batıladır, çıxsın gözündən. Özü ki bil, sağınmə haqdan ayrı. Özünü bil, sağınmə haqdan ayrı. Vücudi vahidə mütləqdən ayrı. Demək kim həm dəmi şəhri bəqadır. Demək kim həm dəmi şəhri bəqadır. Xudadan əvvəl sana badi havadır. Əminisən çusən şəhri vücudun. Əminisən çusən şəhri vücudun. Gərək haqqə sənün daim sucudun. Mükəmməldir yesar ilə yeminün. Mükəmməldir yesar ilə yeminün. Yesar sol, yemin sağ. Mükəmməldir yesar ilə yeminün. Vəkilisən Süleyman Əminün. Sana diyu pəri oldu müsəxxər. Müzəffərsən, müzəffərsən, müzəffər. Sikəndər kimi, həman İskəndər deyirik biz, farsçada deyiblər. Sikəndər kimi hökmet bərrü bəhrə. Xuda verdi sana oldu xaqan Çinə. Türklər xaqan, Çin xaqanı olublar. Çox uzun illər Çində
mütləq hakimiyyət olubdu. İndi onun intiqamını Çinlilər Uyğurlardan, türklərdən alırlar. Hökumət qıl bu dəm xaqan Çinə. O zaman ki bu kitab yazılıbdı, zahirən Çində türklər hakim imişlər. Buradan məlum olur. Hökumət qıl bu dəm xaqan Çinə, günəş tək şölə sal ruy zəminə. O zaman böyük gücümüşdü. Bəli, orada Çindən gəldi, Hindistandan gəldi, Avropanın göbəyinəcən türk hakimiyyəti. Günəş tək şölə sal ruy zəminə, qədəm bas xaç olsun cümlə əzhar. Hər yerə türk ayağını bassa ora Gülüstan olarmış. Qədəm bas xaç olsun cümlə əzhar. Xızr gibi vilayət ilə izhar. Hızr gibi vilayət ilə izhar. Burada Həzrəti Xızrın adını Hızr yazdığı üçün bəllidir ki, Osmanlı dövrəsində yazılmış bir kitab olacaqdır və Osmanlıda yazılır. Çünki onlar xı demirlər, xı deyirlər yerində. Əlbəttə, çox az yerdə xı demirlər. Bunu deyim ki, bu cür deyək ki, Türkiyənin tüm şəhərlərində, illərində 83-84 ili vardı, iyaləti, yəni ustanı vardı. Onların bəlkə deyək ki, 70-də xı işlənir. Amma rəsmi dildə, yazı dilində və xəbər dilində, o da sərasəri xəbərlərdə xı işlənmir. Təcərrüd birlə gəldinsə cəhanə. Təcərrüd birlə gəldinsə cəhanə, yürü İsa kimi çıx asmanə. Təcəllüd birlə, yəni əgər təhcə gəldinsə cəhanə, yürü İsa kimi çıx asmanə. Bugün Əyyub vəş oldunsa sabir, sabir dözümcü. Bugün Əyyub vəş oldunsa sabir, cahan içrə olursan sən əkabir. Əgər dözümün olsa, əkabir olarsan. Amma dözümün, yəni burada nəticəyə çatmaq üçün dözmək, işləməyi demir. İşləyəcəksən daimən, hədəfin uğrunda çalışacaqsan ta bugün Əyyub vəş oldunsa sabir, cahan içrə olursan sən əkabir. Əgər Yusuf kimi düşsənsə çaha, əgər zindana düşsən, əgər Yusuf kimi düşsənsə çaha, yenə sən irişürsən izzücaha. Ərişmək sözü, irişmək sözü yenə də bu Osmanlıda çox şeydir, Azərbaycanda yoxdur. Bizim Azərbaycanda bunu çox işlətmirik. Əgər aqil isən anla bu hali, anla. Əgər aqil isən anla bu hali, nədir aqillərin bu qilqali? Qilqal danışıqları, bəhsi cədəlləri. İkisi də ərəbcədir. Elə qil o qal, ikisi bir sözdür, bir kökləndir. Danışıq. Çox bəhs cədəl. Gəl indi ixray axiriyyət mədh kəlami. Gəl indi axir et. Mən iştibah oxudum. Gəl indi axir et mədhi kəlami, Rəsul həqqə irgür bu səlami. İrgür bu səlami. Həzrət Rəsula indi istir. Buradan Allahın haqqında biraz danışdı. Biraz da dedi ki, Allahı tanıyaq filan. Dərnəti Həbibi Əkrəm Muhammed Mustafa sallallahu aleyhi və səlləm, çün o əvvəli namədə andan xudani. İstir deyək ki, Bismillah niyə demədim? Buna görə ki, əvvəldən axırəm Allahdan danışdım. Çün əvvəli namədə aldun, andun, üzr istəyirəm, andun, anmaq kafla yazıbdır. Həm əvvəldəkin, həm sonra andun, ikisi də kafla. Çünki yada gətirmək, xatırlamaq. Çün əvvəli namədə andun xudani, ikinci namədə an müstəfai. An yəni xatırva gətir, əmridir. An müstəfai. Görürsünüz ki, burada şeirə birinci dəfədir bunu görürəm ki, namə sözü işlədir. Namə sözü bəzilər deyirlər ki, farscadır, amma nam sözü nədir? Hardan gəlir kökü? Oradan gələk görək ki, namə ondan düzəlmiş olar da. Yəni ad
namə yəni adına vurulmuş. Çün əvvəli namədə andun xudayı, ikinci namədə an Mustafayı, durud و صد هزاران olsun uz o zata, əmin oldur cəmi mucizata. Əmindir o, möcüzatın cəmi möcüzatın əminidir, saxlayanıdır. Rəsulidir xudayı bizəvalün, Həbibidir kərim zülcəlalün, cəhanə candır, canə cəhandır, cəhanə candır, canə cəhandır, şərəf burcunda mühri asmandır. Möhr də demək olar, mehri də demək olar. Mehr desək, yəni gün, göyün günüdür, günəşidir. Möhr də desək, yəni ki, göyə möhr vurulubdur. Onun möhrü göylərə vurulubdur. Çu xəstə dillərin oldur təbibi. Onların ki, ürəkləri, düşüncələri yəni burada mərizdir. Onlara təbib Həzrəti Məhəmməddir. Çu xəstə dillərin oldur təbibi, pərəndürməz qərib olan qəribi. Pərəndürməz pərvaz elətdirmək, pərənd, yəni uçurtmaq. Pərəndirməz qərib olan qəribi. Qərib iki dənə burada kəlmə işlədibdir. Bizim dilimizdə ikisi də qərib oxunur. Deyirik ki, filan kəs qərib, qürbətdədir. Yəni qərib ölkəsindədir, qəribdir filan ki. Ya da deyirik filan kəs qəribdir, yəni burada bizim yanımızdadır, bizim şəhərimizdədir. Yol yoldaşı, ailəsi yoxdur, təkdir. Tayfası yoxdur, hətta ailə deyil. Qərib deyəndə məsələn, bizi bəzi famillər ki, bizi əlaqələri vardı, hələ bizdən küsməyiblər, kəsilməyiblər, qorxmurlar ki, İran rejim bizə salam əleyk eləsələr tutularlar. Birdən bizi dua eləyəndə, özəlliklə bir sevdiğim, bizi dua eləyəndə deyər ki, siz qəribsiz, Allah qərib İmam Riziyə xatir sizi saxlasın. Qərib sözü deyər. Amma ərəbcədə ğ yazılır orada. Bir də qərib var, yəni yaxın. O qərib uzaqdır, misal qurub kimi ki, uzaqdır, gün batan yer uzaq. Qərib, qurub. Bir də qərib var. Əqrəba sözündən, məsələn, o da oradan gəlir. Yəni. Qərib də yəni yaxın. Onu pərəndirməz qəribi, qərib olan qəribi. Yaxın olan özgəni, qərib burada özgə, uzaq. Yaxın olan pərəndirməz, pərəndə sözü də burada da uçan, uçturmaz. Pərəndə sözü də buradandır. Pərəndirməz. Birinci dəfədir görürəm ki, bundan feil düzəldiblər. Birinci dəfədir. Külli ömrümdə bilmirəm neçə min kitab oxumuşam, neçə min məqalə oxumuşam, neçə milyon kəlmə yazmışam. 12 milyondan çox kəlmə yazmışam, 13 milyondan çox. Amma pərəndirməz birinci dəfədir. Həm eşidirəm, həm də ki oxuyuram. Pərəndirməz qərib, yaxın olan qəribi, özgəni. Qərib burada özgə anlamına tutsaq, yəni o daha yaxşı gələr. Dəxi oladı əshabinə, elə bir ki, beləsi olmayacaq. Buradan bir səhifə vurduq, getdi biz. Yox, düzdür elə, odur, gedəcəkdir bu səhifəyə. Dəxi oladı əshabinə rəhmət, cinan itirə, bulalər ta ki izzət. Cinan, cənnət sözündəndir. Cənnət sözü cindir, cənnətdir, cənindir, cüneynidir, cünnədir, cünnə də sipər. Bunların anlamı budur ki, görsənmir eşiyi. Onun eşiyi görsənmir, ya içi görsənmir. Məsələn, biz deyəndə cənin görmürük ki, uşağı, gizlidir. Cənnət də görmürük. O bağlar ki, məsələn, çox deyirlər cənnət kimidir, yəni ağac o qət gəlib ki, bunun, hətta cəngəl sözü də buradan düzəlibdir. Cəngəl sözü də bundan düzəlibdir. Çünki üstdən baxanda, ya uzaqdan baxanda torpaq görsənməz orada. Orada nə var o ağaçların altında gizlidir. Onun üçün də qorxaqlıq olur da normalda o cür bir yerlər. Çünki insan bilmir. Cənnət dediyimiz də behiştək vardı. Bizim gözlərimizdən, ehsasımızdan, duyğumuzdan, bilgimizdən uzaq olduğu üçün sadəcə bizə bəziləri deyiblər, biz də inanmışıq ki, belə bir şey var. Dəxi oladı əshabinə rəhmət, cənan itirə, bulalar ta ki izzət, dərmət çahar paç yar güzini
رضوان الله تعالی علیهم اجمعین. ابوبکر، Ömer, Osman, Heydər, Əbubəkr, Ömər, Osman, Heydər, Xuda qılsın bizi onlara çakər. Həqiri mübrin dəxi bir bi nəvayəm. Həqirəm bən dəxi bir bi nəvayəm. Bən sözü bizdə də işlənir, amma yəni Azərbaycanda da bən sözü işlənir, amma ədəbiyyatda işlənir, şeydə işlənmir, gündəki danışıqlarda işlənmir. Onun üçün yenə də buradan bəllidir ki, bu bən sözü də bizə deyir ki, bu Osmanlıda yazılır. Həqirim bən dəxi bir binəvayəm. Məhəbbət xanidani məhəbbət mühibbi gərək yazılır, amma məhəbbət tığı yoxdur. Məhəbbət xanidani müstəfayəm. Bəni ya Rəbb məhəbbətdən ayırma. Bəni ya Rəbb məhəbbətdən ayırma. Bu izzətdən, bu dövlətdən ayırma. İndi burada ayırmanı ağın qoyubdur. Orada qoymamışdı, burada qoyduğu üçün bəs mən düz oxuyuram, ayırmadır. Yaşım didara qarşı cuybar et. Yaşım, gözümün yaşı. Yaşım, bir də ki, ömrüm. Yaş bizdə iki anlamda var. Mən yadıma düşən iki anlamda. Bir göz yaşıdır, ya yaşdır hər şey ki istana. Məsələn, parça ki istana, ona da deyirik yaş. Gözümüzün yaşına da deyirik yaş. Gözünün yaşı qurumadı. Ona da deyirik. Bir də yaş ömür deməkdir. Bəlkə buna görədir ki, biz də istanırıq da, yavaş-yavaş istanırıq və sonra da ölüb gedirik. O da quruyur gedir. Bəlkə ona görə bu ömrə də yaş deyiblər. Ömür deməyiblər. Yaşım didara qarşı cuybar et. Burada yenə dediyim, hər ikisini tutmaq olar. Həm bu gözümüzdən axan yaşı didara qarşı onunla görüşməyə görə cuybar et. Bulaq kimi axsın, arx kimi axsın geçsin. Arx, indi Təbrizdə qənov deyirlər. Qanov kimi axsın geçsin, amma qənov deyil. Arx təbiidir, qənov simanla zadından düzəltmə bir şeydir. Əgər bunu yaş desək, yəni ömür, yaşım didara, ömrümü didar üçün su kimi axıb geçsin sona. O da ola bilər. Xiyali birlə gözlüm yarğar et. Xiyalımda gönlümü yarğar, Həzrət Rəsulun yarğarı eylə. Əgər səhv eləmirsəm Ömər Həzrətləri ilə, Ömər Həzrətləri ilə Allah rəhmət eləsin, Həzrət Peyğəmbər Mədiniyə qaçanda düşmənlər arxadan gəlirdi, getdilər, girdilər bir köhülə. O köhüldə Ömər Həzrətləri də onun yanındaydı, Həzrət Rəsulun yanındaydı. Bəlkə ona işarə edir. Yaşım didara qarşı cuybar et, xiyali birlə. Xiyali birlə, yəni xiyalımla bərabər bir. Xiyalım birlə gözlüm yarğar et. Həm xiyalımı, həm də göylümü yarğar et. Qusunsun şişeyi dil yar əlindən. Qusunsun, bunu bilmirəm mənası nə olacaqdır. Qusunsun şişeyi dil yar əlindən. Səfamız müddicə dildar əlindən. Səfamız məddicə ya müddicə tutduca olacaq ehtimalə. Məsələn, səfamız məddicə, mədd yəni uzun eləmək, çəkmək. Mədd olur. Məddicə fikrimlə həmin mədd olacaqdır. Səfamız məddicə. Hello? Hi, Ali. It's Julie. How are you? Good, good. Thank you very much. I have a shift time 3 to 8. What time is it? 3 to 8. Okay. Okay, thank you. Okay, thank you. Okay, bye. Bye bye. Okay. Qusunsun şişeyi dil yar əlindən, səfamız müddi can dildar əlindən. Dərməd padişah cahan. Görək kimin haqqında yazır padişah. Əla ey bülbüli gülşən nişimən,
Əla ey bülbüli gülşən neşimən suxənsaz ol sazə bəslə yenə sən. Suxənsaz ol sözə başla, başla yenə sən. Tür vardır xatirində çox hidayət. Tür vardır xatirində çox hikayət. Eşittir aşıqanə bir rivayət. Eşittir yəni yetir onlara, eşittir yəni yaz onları eşitsinlər, ya de onları eşitsinlər. Eşittir yəni bir ayrı vasitə ilə səsin yetişsin onlara. Məsələn, nə cür indi eşitdirir yazan? Bu kitabı mən oxuram, mənim vasitəmlə qulaq asanlar da eşidirlər. Bu olur eşitdirmək. Yəni o yazıbdır. Mən oxuram, biri dələr, mən eşitdirirəm. Onun sözü. Əla ey bülbül gülşən neşimən suxənsaz ol sözə başla yenə sən. Tu vardır xatirində çox hikayət. Eşitdir aşıqanə bir rivayət. Ola ibrət amiz o lətayif. Əgər kim var isə səndə məarif. Olub dəstünə kağəz ilə, alıb dəstünə kağəz ilə xamə. Xamədən mənzur qələmdir, işlənir. Bu şeydə tamam kitablarda mən qələm görmürəm. Türkçədə xamə görürəm. Alıb dəstinə kağəz ilə xamə yazarsan cəhd ilə bir yaxşı namə. Yaxşı Azərbaycanda işlənən sözdür. Yaxşı da yazılır ədəbcə, amma yaxşı Qəradağda elə beləsi işlənir. Yaxşı. Yaxşıyam, yaxşısan. Ola hər misrəində nöqtələr dərc. Sözün cövhərlərin eyliyi xərc. Gədanım eynə sünmüşdü sahə. Gəda kim enə sunmuşdu şahə. Sunmaq üstədə bir yerdə oku sunmaq idi, əlbəttə onu bilmədim. Sunmaq yəni təqdim eləmək. Gəda kim enə, gəda kimsə məsələn. Sunmuşdu şahə, onun gibi sunav sən padişahə. Sən də padişah. O şahə sunmuşdu, gəda sən padişaha sür. Yəni Həzrəti Sultan Muradə. Sultan Murad bəs. Burada Sultan Muradın dövründə bu kitabı yazır. Sultan, görək ki, bunun atasının adını gətirsə taparıq. Yəni Həzrəti Sultan Muradə. Muradın haqq verə ol padişahə. Bu əsrin oldurur. Bu əsrin oldurur şah-ı cəhani. Ədalət təxtünün nuşirəvani. Budur çün namənin əqəl kəlami. Əqəl az, ən az. Budur çün namənin əvvəl kəlami. Budur çün namənin əvvəl kəlami. Xudadan dilərüz olə tamami. Gəlimdi eylə ey bülbül sərağaz. Muhabbət gülşənində eylə pərvaz. Dərunun eşq ilə meyxanə olsun. Dərunun eşq ilə meyxanə olsun. Kəlamın quş edən məstanə olsun. Cuş edən, kəlamın cuş edən, cuş. Ehtimalən cuş sözündəndir. Cur, cuş. Bunlar bir sözdən gəlir. Cur, zorru gələn. Cuş da ehtimal verirəm ki, bundan gələ. Əlbəttə cuşun bir də çuş var. O da elə bu sözdən gəlir. Bu hikayət əcibə və bu rivayət qəribə bir hikayədir ki, içində əqrəb-ü qəraibdən neçəddü bişmar, biçəndü şumar, töhvə və yadigar əyan və bəyan olunmuşdur. Ümidvarım ki, nəzər və istimai qəbli Həzrəti İstimai qili Həzrəti Şəhriyar Əzimüşşən təb-i şəriflərinə bihədd və biqiyas surur hasil olə və ünsür lətiflərinə layəhissi şadikam hasil olələr. Burada bir kəlməni oxuya bilmədim. Olunmuşdur, ümidvarım ki, nəzər və istimai qılən Həzrəti qılən olacaqdır. Nun orada bir nüqtə görsənir.
qılınan həzrətin arasında bəlkə o olar. Qılan Həzrəti Şəhriyar Əzizmüşən bu hikayət pür əcayibün və bu risale pür qəraibün ibtidasını məth kəlam Zülcelal saniya تعریف خدای لایزال ایله تزیین قلدم و سرور کائنات و مفخر موجودات علیه افضل الصلوات و اکمل التحیات hazretlerinin na'at şerifi ve meth unsur latifi ile rengin ettim. Salisa musahibani gafile salar enbiya ve muavinan din Muhammed Mustafa sallallahu aleyhi ve sellem ani Hazret çar değil çaryar اعنی حضرت چاریار با صفا رضوان الله علیهم ecmaîn hazretlerinin مدح و سناسیل ترتیب ایلدم بعد سببی حکایت آغاز و تقریر روایت شروع edip کلام در ریاره درر پاره کلام درر پاره نظام verdim Qarınca qudrətincə. Qarınca qarışqa. Bizdə qarışqa deyirik. O şey ki, farslar murçə deyirlər. Türkçədə qarınca deyirlər. Qarınca qudrətincə. Qarışqanın gücü qədər. Özün qarışqa kimi görsədir. Qarınca qudrətincə demişlərdir. Çün mədayih və tərifat və vəqai hadisat tamam oldu. Şimdən sonra məqsud əsli olan Əbu Əli Sinanın tur و xuruci. Xoş, bildik ki, bu Sultan Murad dövründə yazılıbdır və ad Əbu Əli Sinadır. Mən bunu burada yazım ki, bəlli olsun. Məqsud əsli olan Əbu Əli Sinanın tur və xuruci və təhsil qıldığı ulumi nə təriq ilə ələ gətirib və nə qədər zamanda hasil etdüyün əla qədril imkan, öz bir imkanımız qədər əla qədril imkan oquyub yazdığımızı görüb eşitdiyimiz üzərə inşallah Teala təqrir və təhrir edəlim. Deyir ki, öz canımızla da oquyub oxuduğumuzu yazdığın görüb, o şey ki görmüşük, eşitdiyimiz üzərə gördüyümü, eşitdiyimi deyir yazacağam. Yalan doğru deyir bunları yazacağam. Yalan doğru demir, ha deyir ki yəni yazacağam. Mən dedim yalan doğru. İnşallah Teala təqrir və təhrim edəlim. İmdi məlum ola ki, Əbu Əli Sinanın aləm-i ərvahidən əcsamə gəlməsini və nə miqdar zamanda təhsil ulum qılməsini və dar fənadən aləm-i bəqaya rihlət etməsini bir ustad cahan bu qit'i latifidən dərc edib həyati və məmati və təhsil nükti tarixini icad və işarət qılmışdır. Bir nəfər bir şeirdə, bir qətədə gəlibdi Əbu Əli Sinanın bir də məlumatın onun haqqında bu şeirdə qoyubdur. Hayati və məmati və təhsil nüşte-i tarixi icad və işarət qılmışdır. Əl-Haq qəti rəngin və lətif tarix düşmüşdür. Qəti yəni mütməinnən rəngin və lətif tarix düşmüşdür. Qətə budur. Qətə qırmızı yazıbdır. Əfzəli nas Əbu Əli Sinadur şəcə İmdaz ədəm beh vücud و زنجا. İndi bunları oxumaq, anlamaq özü zordur. Əfzəli nas Əbu Əli Sinadur şəcə آمد از عدم به وجود düz oxuyayım indi. آمد از عدم به وجود دو زنجا کسب کن در جمله علوم در تنز qaçışdırır. Yəni mən bilmirəm ki, bunu fars oxuyayım, türk oxuyayım. Əfzəl-i nas Əbu Əli Sinadur şəcə آمد از عدم به وجود و ز نجا یا vücud زنجا. Nə deməkdir bu zənca bilmirəm.
Kəsb ger der ilm der cümle ulumudu der ten tegz. Burası şey olmur. Kəsb kun der cümle ulum der tenz. گر کرد زین جهان به درود آمدی به درود. Baş tapmadım. Bu nə mənə deyir? Kəsb kun der cümle ulum der tegz کرد زین جهان به درود آمدی بوگت eden imdi. Bu nə mənə idi? Baş tapmadım. Burada nə yazıbdı? Mən oxumağa da zor gəldi mənə, anlamağı da zor gəldi. İçində də bir şey bilmədim, Əbəlusi necə bir şey yazıbdı. Ehtimal verirəm o şəcə ki vardı, şəcə və o zənca bu tarixlərdir ki əlifbanı demişik də, o kitablardakı öyrədiblər, məndə indi yadımda deyil nə cürdür. Məsələn, əlif 1-dir. İndi bu ş ədədi neçədir, cim neçədir, eyn neçədir? Bəs məsələn, dünyaya gəldiyi tarix şəcədir. Yəni, bunları tapmaq çox rahatdır. Ahmet az ədəm be vücud zənca z, nun, c, əlif. Bu da cəmi o ilə olacaq. Ya da bir-birinin dibinə düzəcəksən, o ilə olacaqdır. Kəsb kun der cümle ulum der tegz, tgz. Bu mənası yoxdur bunlar. Bunlar indi onun nə cür deyirlər, o hurufu şeyi vardı. Hər qoyun burada Google-dən soruşaq da. اعدادی که برای هر حرف در نظر گرفته شده است را به همراه حروف برای من بنویس. Deyək buradan əbcəd olacaqdır. Huruf əbcəd. Huruf əbcəd. Görək burada nə yazır? Burada gətirdi. Məsələn, baxın. Əlif 1-dir, B 2-dir, cim 3-dür, dal 4-dür. İndi istəyək bunu yazaq, uzağa getməyək. Şərəf bunu buradan biz kiçildək. Sonra da burada dediyinə mənə təqz, əvvəl şəcə yazaq. Şəcə. İkincisi nə idi? Zənca. Zənca. Üçüncüsü təqz. Təqz. Dördüncüsü kərdir. Tamam. İndi bunları burada ca, şəcə. Əvvəl ş tapsaq, şin, sad, şin haradadır? Şin 300 artı cim. Cim 3'dür. 3 artı cim, ondan sonra eyn. Eyn də 70. İndi bunu əgər cəm eləsək olar 373 ya 330 337 3000. Bunu nə cür oxuyacaq? İndi onu mən bilmədim. Zənca görək nə olar? 7 z olar 7 artı nun. Nun da olar 50. 750 ca, cim olar 3 və əlif olar 1. 753 1. Bu nə cür oxunar onu mən bilmirəm. Yəni bəlkə 733-də dünyaya gəlibdi. 700 bilmirəm. Mən bunu oxuya bilmədim. Görürsünüz ki, oxumağa da o birisləri də yaza bilərəm, amma bu mənada üçün anlamıram nədir.
Görək ki, bu özü yazıbdı ya yox. İndi bu qət'ədən murad olan budur ki, Əbu Əli Həzail Siniyə və Fəzail Mərziyə ilə arasta və pirasta bir şəxs idi, bir şəxs edib lacərəm nasidən əşrəf və əfzəl idi və diyari ədəmdən aləmi vücuda gəlməsi nəfsi şəcəədə vaqi olubdur. İndi şəcə nə mənə deyir? Ya ismi qəriyə. Qəriyə adı deyir ki, budur. Və ya ismi qəsəbə olə. Deyir, ya adı kənd adıdır, ya da qəsəbə adıdır. Biraz kənddən böyükdür, qəsəbədir. Hətta ləfz-i şəcə əbcəd hesabı üzərə 373-dür. Mən bunu pəs düz oxumuşam. 373 əbcəd üzərə. Tamam. 373. Bir də oxuyayım. Hətta ləfz-i şəcə əbcəd hesabı üzərə 373-dür. Və la viladətinə tarix vaqi olmuşdur. Və dar fənadən dar bəqaya rihləti şəhri Həmədanidən Zəncan yazmışdır. Orada Zənca Həmədan deyil ki. Qəsəbəyi Təqzdə Təqz ki demişdi. Əlbəttə Zəncan yazmışdı. Bilməm niyə Həmədan dedi. Mənə Zəncan gəlir ta Həmədan. Şeirində nə demişdi? Şeirində demişdi ki Ağməd zədəm bi vücudu zəncan məncə yaxçı gəlir ta Həmədan. Burada gedək indi görək nə deyir? Deyir ki tarix vaqi dar fənaya reyləti şəhri Həmədanda qəsəbi Təqzidə Şeyx Əbdüssəməd Həmədani Həzrətlərinin ziyarətində vaqi olub. Qıssə-i Təqzidə qəsəbi Təqzidə dəfn etdilər. Hikmət bu ki ləfz-i təqz hesab-ı əbcəd üzərə 427-dür. Təqzi yazmamışdım. 427 bunu dedi. Amma Zəncanı heç demədi. 427. Bunu dedi, bunu demədi ki, neçə olur. Zəncanı demədi. 753 mən görürəm, amma ziyarətində vaqi olub qəsəbi Təqz. Ol əvvəl həkim Ərəstu Nəzadün vəfatına tarix düşmüşdür. Ərəstu Nəzadün vəfatına tarix düşmüşdür. Amma mərqəd paki hətta ziyarətgah səyyahandır. Türbəsində dua müstəcabıdır derlər. Türbəsində dua müstəcabıdır derlər. Çünki Əbu Əli Sinanın bu qədər əhvali icmali təhrir olundu. Şimdən geri dalı geri getmək. Səbəb təlifinə şuru edəlim. Hikayət raviyan əxbar و ناقلان جوهر نثار اسلوب مرغوب ilə cəvahir suxəni bu tərzlə isar və cövhər mənایی bu rəvişlə işar edərlər ki, hikmət Rəbbani bu hikmət bibəqa və səltənəti dünya bir libas müstəar olub, neçə şəhriyar kamkar və şənşah əla betaredən və şahanşahlardan, burada bir şey yazıb da oxuya bilmirəm. Şahanşah əla betaredən ilə bu tevhidi bəğləməğin, bir tevhid bəğləməğin Davud Nəbi əleyhisselam fisağurəs tevhidi deyə təsmiyə eylədi. Davud Nəbi əleyhisselam üstürəm. Gərək dedim o birisinə. İştibah əldi. Şəhriyar, kamkar və şəhənşah əla betaredən kərd qılmış. Bilmirəm o nə mənədir.
qılmışdır və bu cəllad genə əlabetardən, yəni nə demək olar? Əlabetar kərd qılmış. Və bu cəllad genə kinəcüy, bu cəllad kinəcüy fələk neçə daraları bərdar və neçə rüstəmləri qəhr-i dəhrilə zar و tərar edib xərmən canları kərdibad, girdibad fəna ilə həbaya vermişdir. Pəs o da gird olacaq, amma nə mənədir? Əlabetardən gird qılmış. Gird qılmış. Gird nə demək olar bilmirəm. İskəndərlər, bəs bir də oxuyaq. Neçə daraları bərdar və neçə rüstəmləri qəhr-i dəhr ilə zar و tərar edib xərmən canları girdibad fəna ilə həbaya vermişdir. Həba hədər və neçə İskəndərləri bu qədər gər و fər ilə güzar edərkən xaç ilə yeksan elədi. Beyt. Neçə dara, neçə qeysər, neçə daraların qəsrin yıkılmış dastan olmuş ya tur و viran gördüm ben. Neçə dara, neçə qeysər, neçə daraların qəsrin yıkılmış dastan olmuş ya tur viranə gördüm mən. İndi bu həqir و fəqir pürtəksir, yəni mədhi adı ehtimalə mədhidir. Yazarın adı mədhi. Mədhidən bir kitab oxumuşdum, əgər yadıma gəlirsə. Yəni mədhi qissə-i pərvaz-ı hingame-i girpəncə-i yellər ömr-ü nazənini kütüb-i təvarixə sərf edib neçə ruzigar hikayət qəribə, qəribəli və rivayət əcibəli gözdən keçirib hətta təcəllüs və təhvəssüs etdiyimiz təvarix mötəbərdə bu cünə təhqiq və bu üslub üzərə təsdiq olunmuşdur ki, növ-i bəni Adəmdən bu cəhan bibəqanın dövründə iki züfunun gəlmişdir. İki yazıb iki təşdid qoymuşsun, ona görə belə oxuyuram. İki züfunun gəlmişdir. İkisi də elmi simadə və elmi ixfaya salik idilər. Sima görüntü, ixfa gizli, görünən ima və gizli, görünən elmlər və gizli elmlər. İkisi də elmi simadə və elmi ixfaya salik idilər. Biri Həzrət Davud Nəbi əleyhissalamdır, dövründə gəlmişdir. Biri Həzrət Davud Nəbi əleyhissalam dövründə gəlmişdir. Naminə Fisağurəs deyərlərdi. Tevrat-ı Şərifidən məqamat-ı illiyə və nə mənədir oxunmur. Vaqiyyat-ı həlliyə hər nə mənədir oxunmadı. İlə bir tevhid bəğləməğin Davud Nəbi əleyhissalam Fisağurəs tevhidi diyi təsmiyə elədi. Fisağurəs tevhidi diyi təsmiyə elədi. Davud Nəbi əleyhissalam ana külli ezaz و ikram qılırdı. Ana binaən xalq dəxi duayətdə qüsur etməyib. Təzim təkrim edərlərdi. Hətta murur əyyam ilə Həzrət Süleyman Nəbi əleyhissalam padişah ali cənab olub xatəm nübüvvət gəldikdə aləmə ani mütləq və hakimə ələl itlaq eylədi. İnsü cin və marumur, insü cinnu marumuru vəhşi و tüyur əmrinə məmur və cəm afəridigan hökmünə məhkum oldular. Ol məhəllərdə Fisağurəs tevhidi Həzrət Süleyman Nəbinin əzimət və şövkət və bu kərrü heşməti görəcək bir an ol yerdə turmağa səbr və qərar qalmadı.
Çıxdı, getdi, murad edindi ki, Haqqı Teala'nın kəndiyə ərzani qıldığı mərifəti izhar eləyib, elmidə qüdrət və qüvvətini xalq aləmə bildirə və həm mərifəti səbəbi ilə Həzrət Süleyman Nəbinin yanında qərib qürbət təhsil edib, qürbət yaxınlıq, qürbət təhsil edə vardı Həzrət Süleymanın əskərinə müadil təxt-i nübüvvət şəklində bir təxt və yenə təxt-i nübüvvət müqabiləsində bir ləşkər bikəran peyda etdi. Mühəssəli Həzrət Süleyman'da hər nə var isə əgər div və əgər cin və əgər sair vühuş و tuyur və əgər insan bil külliya tabiq bin nə'l nə'l sözü birisi atın nalına deyərlər. Tabiq bin nə'l yəni atın ayaqlarının izi ki qalır, yerdə rəddi qalır. Elə onun ayaqlarının yerinə qoyur. Tabiq nə'l bin nə'l nalın yerinə qoyur. Yəni Həzrət Süleyman nə cür idi? Fis axirətdə o cür idi. İstir belə desin. Bil külliya tabiq nə'l bin nə'l göstərib qətincə Həzrət Süleyman Nəbi Fisahurəs tövhidinin bu qədər qüvvətini görəcək dərun dildən, dilin ürəyinin içindən. Ana məhəbbət edib yanına dəvət qıldı, balada yer göstərdi. Bədə mənsəb və vizarətlə sərfəraz edib, neçə ruzgar məsnəd və vizarətdə ömr sürdü. İştəddə ilm ixfa və ilm sima aləmə andən münteşir oldu. İştədə yəni burada, iştədə təşdid qoyubdu, amma iştəddə deyil. Yəni iştə bu, şu, bu ki vardı, o Türkiyədə işlənir. O iştəddə, yəni orada iştədə ilmi ixfa və ilmi sima aləmə andən münteşir oldu və onun hikayətini ələ təfsil bilmək istəsən Süleyman Name-i Kəbirə nəzər qıləsun. Anda müfəssəl və məşruhüdür və bir rivayətdə bu məqulə ulumi tətəbbü edib fərayasına malik olan fərayasına ehtimalən furuat istir deyə cüz'iyyat fərayasına malik olan kimsənənin biri iki cahan fəxri sərvər-i kainat və məfxər mövcudat əni Muhammed Mustafa sallallahu aleyhi və səlləm həzrətlərinin hicrət-i şəriflərinin 383 ilində sonra Sultan Məhmud Qəznəvinin zamanında bəs neçə? İndi burada gəldi deyir ki hicrət-i şəriflərinin 383 ilindən sonra Rad cəhana gəldi. Sultan Məhmud Qəznəvinin zamanın iki dəfə yazıbdır. Zamanında zaman səltənətlərində Məhmud Qəznəvinin zamanında zaman səltənətlərində cəhanə gəldi və Mikail ibn Səlcuq zamanında dünyadan ahirətə intiqal etdi. Doğuldu və Mikail Səlcuq tamam. Mikail Səlcuq da döndü. Cəlibdir ki, bu Mikail, İsrafil falan bunlar Yahudi addılar. Bu da bizlərdə çox yayğındır. Və Mikail ibn Səlcuq zamanında dünyadan ahirətə intiqal etdi. Nam-ı şərifinə Əbu Əli Sinanın və bəradərlərinin ismi şərifinə Əbu, qardaşlarının adını deyir. Əl-Əbul Haris Fazil və dana dərlərdi.
deyərləri əl-haq deyərlərdi olacaq ehtimalən dığ yaddan çıxıbdır. Əl-haq ol iki cövhər-i nayabın elmi hikmətə və elmi ixvadə nəzirləri və ədilləri yəni değişmək. Ədl sözü də bir dəfə bunu istədim deyəm. Ədl böyük təlislər, çox böyük təlislərə ədl edirlər. Və ədilləri yox idi. Hələ Əbulharis hikayəti şimdinin bu arada tursun. Deyir ki, onun hikayəti dursun. Heç kəs bunun qardaşının haqqında danışmır. Cəlibdir. Bu da deyir ki, dursun. Şimdilik ölə bilər. Şimdilik bu arada tursun. İnşallah məhəlli ilə bəyan olunə. Biz gəldik yenə Əbu Əli hikayətinə. Zira nadirul vuqu olmağın sərgüzəşti əcibəsinə şuru eylədik. Və qısseyi bir hissəsini iki bab üzərə tərtib eylədik. Əvvəlki babını kendim tətəbbü edib zikr olunan kitablərdən ixrac eylədim və bir miqdar ol kitablər əcibə və rivayat qəribədir və ol kitablər bunlardır ki təhrir olundu. Qanun dibaçeyi qanun biri qanundur. Yəni qanun özünün kitabıdır. Dibaçeyi qabusnamədir. Dibaçeyi qabusnamə Nətaic funun Təvarix külli Bab əvvəl Zaman siyahətimizdə dərviş aləmində bəzi füzəlay zül-etibar və uləmay ali miqdarın məclis-i şərəf bəxşlərinə daxil olub onlardan istima etdiyimiz hikayətlərdir ki tərtib ikincisi yəni biraz eşidib də olar. İstima etdiyimiz hikayətlərdir ki tərtib üzərə dərc olunmuşdur. Əvvəlki babidə elmi tibdə nə təlif etdiyini və təriq məşayixə nə vəcih ilə sakin olduğunu və qənqi padişah əsrində gəldiyini və nə vilayətdə zuhur etdiyini və qənqi padişahə müqarin olduğunu və nə qədər zaman xidmət etdiyini əla qədril imkan bəyan edəlim. Bab-ı doyyum Görürsünüz ki, qədim hətta farslılar yazdıqları kitabda dovvum yazmazdılar. Doyyum yazardılar. Doyum kimi yazardılar. Bab-ı doyum ya dövvüm məsələn. Qərəndaşi Əbulharis ilə varıb Məğribdə elmi simyayı nə təriq ilə ələ gətirdi. Cini bəradarini Əbulharis qafillən bir cavan həlva furuşun səbəbi ilə kəndi əlində həlak olduğunu və kitab əvaxirində kəndinin vəfatı təriqi əla qədr taqə qalə gətirdim. Bab əvvəl Ravi kühən və naqil suxən bu uslub üzərə hikayət və bu tərzi məqbul ilə rivayət edər ki, zaman mazidə bu aləm fanidə iki şəhriyar tacdar və iki padişah kamkar var idi. Birinin naminə Sultan Məhmud Qəznəvi və birinin isminə Qabus Şah və Şəmmegir derlərdi. Birinin naminə Sultan Məhmud Qəznəvi və birinin isminə Qabus Şah və Şəmmegir derlərdi. Amma Əl-Haq Sultan Məhmud Qəznəvi haddi zatində Sekəndər unvanın və cəmu qar Cəlilül Qədr kamkar idi. Və cəmu qar
Cəlilülqədr çamçar idi. Məmalik Məhrusəsi Hindün şimalindən ta həddində olurdu. Hindun şimalindən ta sərhəd həttəmin coğrafiyada bir yerdir. Ta sərhəd ya da bir şəhridir. Əlbəttə bunu bax yazım görüm ki, sərhəd deyəndə fikir Əfqanistanda bir yer olacaqdır. Amma biz bunu sərhəd nami coğrafiyایی است یا نام چیست؟ Niyə farsı yazdım özüm də bilmədim. واژه سرحد هم نام جغرافی هم یک واژه عمومی به معنی مشخص در ادامه و حد و معنی. سرحد عربی فارسی به معنی مرز، سرحد و مرز یک کشور، چرانه بین دو دولت، منطقه مرزی، پایان و حد نهایی. در Türkçe Osmanlı ve Azerbaycan ise همین معنی را دارد. سرحد مرز çağar devletimizin son haddi. واژه سرحدات روم مرزهای آناتولی در عثمانی، سرحد شام، سرحد خراسان، سرحد آناتولی. در متون عثمانی سرحد بیی فرمانده مرزها، اما خود واژه سرحد اسم یک شهر یا کشور نیست، بلکه یک نوع منطقه یا اصطلاح جغرافیایی است. Tamam. Bəli, mən fikir edirəm ki, odur da, yəni burada o mənada işlədibdir. Deyir ki, Məmalik Məhrusəsi Hindun şimalindən ta sərhəd həddində olurdu. Bu Qəznəvi dedikləri şəhri Səvad Əzəm Olmaqla Sultan Mahmud ani kəndiyə təxtgah edinib anda mütəməkkin idi. Pəs bunun Məmalik Məhrusəsi Hindin şimalindən ta sərhəd həddində olurdu. Bu Qəznəvi dedikləri şəhər Səvad Əzəm Olmaqla Sultan Məhəmməd ani kəndiyə təxtgah edinib anda mütəməkkin idi. Və yenə ol əsrdə Əstərabaddə bir padişah alicah var idi. Müqəddəmən bəyan olunmuşdur. Naminə Qabus Şah və Şəhkirdərlərdir. Tamam, əvvəl görək ki, bu Əstərabad harda vardı? Bunu da bir soruşaq. Əstərabad neçə şəhrin adıdır? Görək ki, Əstərabada görə nə deyir? Əstərabad ya İstərabad bir, ehtimalən İster olacaq, çünki orada o İsterin də qəbri orada olacaqdır. Şəhrin adıdır, tək şəhrin adıdır. Yəni, çox şəhərin adı deyil. Tarixdə bu şəhərə məxsus ad olub. Əstərabad Gürcan şəhrinin qədim adıdır. Bugün İranda Gülüstan Ustanının Gürcan şəhrinin tarixi adına Əstərabad denilir. Qədimdə Əstərabad ya Əstərabad şəkilləri ilə yazılarmış. Tamam. Əstərabaddə bir padişah alicah var idi. Müqəddəmən bəyan olunmuşdur. Naminə Qabusşah və Şəbbəcir ya Şəbhəcir dərlərdi. Vilayət Mazəndaran'da yazdılar burada. Vilayət Mazəndaran'dan hududi ta Səmmi Qənd و Buxaraya və sərhəddi Xəta و Çinə çağırdı. Yəni uzunmuş bunun dediyinə görə Mazəndaran'dan hududi ta səmt olacaqdır. Amma səmti Qənd و Buxara, Qəndahar و Buxara olacaq ehtimalən. Qənd و Buxaraya və sərhəddi Xəta و Çinə çıxardı. Zamanında nəziri və əsrində ədili yox. Əskəri bihədd و məmləkəti çox idi və xəzinəsi bi nəhayət bir padişah kamkar idi. Bu qədər əzəmət və hikmət içində yenə səyyah روزگاره مایل olmağın hər qəndə bir sahib mərifət var isə hər qəndə hər yanda, hər qəndə
bir sahib ma'rifət var isə anı xidmətini canə minnət bulurdu. Anın xidmətini canə minnət bulurdu. Hətta Əbu Əli Sina bu şah ali miqdarın sayi səadətində çox ömr geçirdi. Ərbab təbə və əshab ma'rifətə himayət və riayəti ziyadə idi. Hikmət Rəbbani və qudrəti Yezdani ol zamanda Əbu Əli dəxi elmi ixfadan zuhurə gəlib kəmali ilə şöhrət buldu. Amma o əvvəli əsrdə ondan kamil vücuda kimsə yox idi və Qabus Şah və Şəmmegir şübhə oxumuşduq orada. Burada indi gözəl görsənir. Şəmmegirən Qabus Şah və Şəmmegirin yanında bundan qeyri bir həkim hikmət asarı var idi. Naminə Fəzl-i İsfahani deyərlərdi. Məşhur mütəarif kimsənə idi. Bunların söhbətlərinə ömr giranmayə sərf edib daima fələkdən kam alırlardı. Bir an və bir nəfəs bu iki həkimi hikmət şinasıdan münfək olmazlar idi. Güya bunlar buna can və güya bunlar buna can və ol bunlara tən vaqe olmuşdu. Bu üslub ilə zovq-ı səfa üzərə ikən bir gün Sultan Məhmud Qəznəvi müsahibləri ilə eyş-i işrət edib Qəngi diyarında filan diyarda Qəngi diyarda əyya bir sahibi mərifət vardır ki zamanənin Suqrati və bu köhnə dövrün Buqrati ola dedi. Müqərrəblərin birisi etdi. Bir qəç bazərganlar gəldiklər xeyli möhtəşəm xavcələrdir. Çox diyar gəştü güzar etmişlərdir. Dedikdə şah xavcələrə rağib olub əmr eylədi. Tez huzuruna gətirdilər. Sultan Məhmud bunları müsahibətə çəkib qəndən gəlirsiniz. Qəndən hardan? Qəndən gəlirsiniz. Olan kimsənə şahid dua edib şahid dua edib etdi. Əstərabadda Qabus Şah və Şəmməgirin xidmətində Xacə Fəzl-i İsfahani ilə Əbu Əli Sina dərlər. İki kamil vücud kimsələr zardır. Kimsələr vardır ehtimalən. Diyu kəmal mərtəbi mət etdilər. Hətta Əbu Əlinin ixva ilmindən olan qudrət və qüvvətini və simada olan təsərrüfini eşidib gördükləri miqdar mət edəncə Sultan Məhmudun inan ixtiyarı əldən gedib biz zəruri görməsinə talib və huzuruna gətirib söhbət həyat iqrarlarına rağib olub. Etdikdə acayip şimdi Qəndə dərbazə şimdi Qəndədir. Acayip şimdi Qəndədir. Edvalın Qəndihar. Qəndədir. Bazərganlar etdilər ey şəhriyar ruy zəmin. Bu bəndələr yəqin zamanda gəldik. Yəqin zamanında gəldik. Halya ol iki həkiman zamanın və ol iki filsuf dövranın ikisi dəxi Əstərabadda Qabus Şah və Şəmməgirin xidmətində olurlar. Qətində xeyli təqərrübləri vardır. Bir an onlardan dur və bir saat onlardan münfək olmazlar. Olmaz bir-birlərinə dəm lahm olmuşlar. Dəm, qan, lahm, ət. Qan, ət kimi olmuşlar şahınan olar. Dəm lahm olmuşlar dedikdə Sultan Məhmud bu iki kamil vücudun görməsinə talib və bu iki əhli məarifin məclisinə razı olub tez əmr elədi Qabus Şah və Şəmmegirə bir məhəbbətnamə inşa edib dərunində ol qədər minnət o bir mərtəbə ibram و ilhac qılmış ki Qabus Şah qətində tac təxti verməyə caiz ola. Nəhayət məfhum Əbi Əli Sina ilə
Xacə Fəzl İsfahani tələb etmiş. Hətta şöylə demiş ki, əgər bir qaç gün riayətində və əgər bir iki gün xidmətində şöylə qüsur edərsən, səni yenə xidmətinizə göndərəlüm deyib xətmi kəlam etmiş. Namədür tamam oldu. Namədür tamam olduqda Sultan Mahmud vilayətinin uqalasını və əsrinin hükemasını bir fazil kimsənə vardı. Ana bir nəhayət bəlkü pişkeşlər, bəlli olacaqdı, bəlkü yazıqdı. Bəlkü peşkeşlər verib, peşkeşlər verib Əstərabadda irsal eylədi. Mururi əyyam ilə həkim gəlib Qabus Şah xidmətində gəldi. Həkim gəlib Qabus Şah xidmətində gəldi. Şah əzim izzət və ikram qıldı. Ondan sonra Sultan Mahmud'un naməsin süni verdi. Beləsi yazılır, yəni naməsini verdi. Şah der namə, şahdır namə quşad edib məfhumini biləcək baş qaldırdı və etdi. Ey həkiman doğran, sizi bizdən Sultan Mahmud istəmiş, nə verəsiz qanunuzda caiz midi? Qanunuzda caiz midi? Xacə Fəzl bila təvəqqüf əl-əmrükum ilə amil olub getməyə şitab etdi. Amma Əbu Əli Sina Qabus Şah xidmətində ayrılmağı rəva görməyib getməyə rıza vermədi. Etdi ki, padişahım, benim Sultan Mahmud'la ne işim var? Andan ne muradım var? Behemdullah xidmət-i şərifinizdə huzurum var. Başıma buyruq bir şəxsəm. Qəndə dilərsəm anda olurum. Bir dəxi budur ki, bir yolu uzaq vilayət və yerdə təbiətin bilmədiyim şah ol diyara varmədə bana hükümət eyliyə. Ben isə ana razı degüləm bu diyarədə. Sultanımın məhəbbəti beni bu yeni boynu bağlı bir bəndə dirəm xəridə etmişdir ki, nə an ki ben kimsənə qul olam dedikdə Qabus Şah Sultan Mahmud'un kendi haqqında təsvid eylədiyi məhəbbətnamə göstərdi və kendiyə də mərtəbəyi təzərrü və niyaz eylədi ki vəsfiyə qabil degül. Əbu Əli bu şahın kendiyə bu mərtəbə ibramını görəcək mülayimət şiklini göstərdi. Ol məhəldə həman Xacə Fəzl etdi. Ey həkimə aqil və ey zufünun fazil, layiq olan budur ki ulul əmrə itaət qılıb ululərə hizmət eyləyəsən, ta ki fəzl ilə məşhur və mərifətlə məzkur olub ellərdə olacaq ehtimal. Ellərdə dastan və dillərdə verd zəban oləsən dedi. Əbu Əli Sina Xacə Fəzlidən bu məquləyi tə'namiz kələmat istima edəcək ziyadə qəzəbindən etdi. Ey həkim cahil və ey nadan layə əql, bir adam ki əhli fəzl ola və gəncini elmə malik ola, əvvəl kişinin şahilə nə ehtiyacı olur bilməzməyin ki şahların xəzinələri xərclənməklə dökünür. Amma gəncini elm hər nə degül axər cələsə ziyadə olur.
Amma gəncini elm hər nə dənli axar. Cələsə ziyadə olur və həm bizim səfamız qabus şah yanında turmaqdadır. Zira məqadir bülür. Sahibi mərifətün təbəqəsin anlar əgər sən getməkdən həzz edərsən, uğrun xeyir olsun. Tamam, mən fikir edirəm ki, bir saat yarımdır bu kitabı oxuruq. Məncə çox gözəl bir kitaba rastlaşdıq. Əl yazıdır. Əvvəldəki əl yazılarla, məsələn bu səhifə 11-dir. Gedək indi yenə birinci səhifəyə əgər qeyd edə bilsək. Bura baxsaq, bu səhifə ilə 11-ci səhifənin xətti çox, yenə o birisi xətlərdə, yəni bu birisi səhifələrin xətti biraz fərqlidir. Çox da yox, amma fərqlidir. Gəldik, yetişdik bura. Fəqət bu bəlli oldu buracan ki, bu Sultan Murad çağında yazılıbdır. Gedək bir ayrı yerdən, mən istəyirdim, yəni bir ayrı yerdən biraz oxuyaq, qutaraq. Beləsi yox, 50-ci səhifədən biraz oxuyaq. Bitaqət olub tamam olduqda həkim ikisini də dükkana gətirdi. Həman ki dükkana dükkana daxil oldular. Əvvəl iki bikəslər ol şəkildə olduqlarına zar ağlamağa başladılar. Qət'ə qadir, nütfi qadir dəgillər. Nütq olacaqdır. Nütqə qadir dəgillər. Lakin yüzlərin yerə sürüb təməllüqlər qıldılar. Əbu Ali Sinaya bunlardan kərih və za diləməkdən, giryevuza diləməkdən, Əbu Ali Sinaya bunlardan giryevuza diləməkdən tərəhhümə gəlib, dərhal bıraksın o qidi, yenə əvvəlki surətlərinə girdilər. Geçen kim bunlar şekli əvvələ təməssül etdilər. Həkimin əlin öpüb müqabiləsində bərc-bid misali lərzan olub turdular. Əbu Ali öldüm etdi. Əbu Ali öldüm etdi. Varun hər nə kim gördünüz isə məəz ziyadə şaha bəyan qılın deyib göndərdi. Bunlar daxi doğru divana gəldilər. Şah neçün bu qədər anləndiniz bais nədir neçə bu kərə fəryadə başlayıb etdilər. Ey şah ədalət göstər bizim əhvalimizi sormaq bizim sərgüzəştimiz əqldən bəiddir. Həqiqət hali bəyan qılsaq cünun qələbə qıldı. Diğer biri əsir bənd bəla edersiz. Allah biri bizi əsir bənd bəla edersiz. Allah bilir kim bizə duri Adem'den beri mürdə olmamışdırdılar. Şah bunların bu rütbe-i şikayetlerinden ahvalinizi təqrir edin diye ibram ve ilhac eyledi. Bunlar dahi gördüklerini ve
bəşlərindən keçən əşkal-ı qəribəyi bil cümlə şahın nəzərində bəyan etdilər. Şah bunların sözlərin dinlədikdə əngüştü bərdahan edib başın saldı, öldüm buyurdu. Əbulharisi dəvət qıldılar, şah etdi. Tamam. Gedək 100-cü səhifədə, yəni sonuncu səhifəyə görək ki, oradan nə oxuruq? 90. Gələk buradan. Əcəba inşallah burada bir daha tarixə bir şey çıxadarıq. İndi əlbəttə çıxadarıq ki, Muradxan üçün 5 dənə Murad vardı. Osmanlı xəlifələri içində Muradların səltənət tarixlərin hicri qəməri yaz. Görək ki, bu muradlar, neçə murad vardı? Sultan Osmanlı xəlifələri içində Murad adını daşıyan sultanların Sultan Murad-ı əvvəl, birinci Sultan Murad 761-dən 791-ə qədər. Bax, bunu yazaq burada. Murad-ı əvvəl 761-dən 769-a qədər. 791-ə qədər, üzr istəyirəm. Murad-ı 2. 2 mərhələ bu adam şahlıq edibdi. Birinci mərhələsi üçün 824-dən 848-ə qədər. Uzundur. İkinci mərhələsi 855-dən 55-ə. Tamam. Birinci mərhələsini yazaq. Murad-ı Sani 824 ta 848. 848. Murad, 3-cü Murad 3-cü Murad 928 982 1003. Murad 4-cü Murad isə 1032-dən 1049-a. 5-ci Murad isə 1293-1293-dən 1293. Tamam, az 3 ay. Tamam. İndi buna hangisine göre bu adamın adı ne oldu? Adamın, yazarın adı da Mədhi. İndi buradan da axtaraq. Çünki sultanlar 5 dənə oldu. Oradan çıxmaz. Deyək ki Osmanlı zamanında Mədhi adlı yazar hansı çağda yaşarmış deyə soraq. Görək ki, Mədhi ayı iştibah yazdım. Gərək təzəşdən yazaq Mədhi. Mədhi təzəşdən yazaq. Görək ki, nə deyir? İştibah eləmişdik. خیلی شاعر خوبیه. من در منابع معتبر مدحی به عنوان یک شاعر شناخته شده در دوران عثمانی نیافتم. یعنی در فهرست شاعران عثمانی
و نیز در آثار که به شاعران پارسیگو یا ترکیگوی عثمانی میپردازند نام مدحی دیده نمیشود. ادبیات عثمانی شامل شاعران زیادی بود که قصیده مدحیه یا مدح برای سلطان امیر یا مثلا تقی الدین احمدی در قرن 14 از اون، یا biraz geçeldik burada. یا شاعر مثل نفی امر که در قرن 16 ممکن است مدحی که منظور تو تخلص نام شعری باشد. در این صورت شاعران زیادی با تخلص‌های مختلف مدحی، مدح الدین و در تاریخ ادبی وجود دارد، اما من هیچ مدرک موثقی نیافتم که نشان دهد مدحی فلان bunu bilmədi. Buna bir ayrı cür yazaq ki, نویسنده کتابی درباره ابو علی سینا که در زمان سلطان مراد خان عثمانی زیسته است. Görək ki, onun haqqında bir şey. Əbu Əli Sinanı da iştibah yazmışıq. Yazdı ki, Sultan Murad Üsmani Dərviş Həsən Mədhi deyir ki, خیلی سوال خوب و مهمی است. من در منابع جستجو کردم هیچ مدرک موثقی نیافتم که بگوید یعنی نویسنده صورت مورد ابن سینا باشه. منظور من خلاصه آنچه یافتم، یکی از مهمترین مورخان عثمانی Hoca Sadreddin olacaq Əfəndi بود. او تاج التواریخ را نوشت. این اثر تاریخ عمومی امپراتوری عثمانی و سرگذشت لاتین را در بر میگیرد. با این حال بررسی من نشان نداد که Hoca Sadreddin ya diye چرا نمیتونم بگم اولdə dedi amma 3-cü Murad zamanında. Deydi, amma mən onu indi bir də burasını gərək bir də islah eləyək, görək ki, əcəba burada bir m qoymuşduq, m da simna deyə bir şey yazmışdı. Görək ki, orada ne yazır? Sina خیلی خوب دیگه به نفس مدرکه بکنم مهمترین تاریخ Çələbi بود ki filan gətirənmir hər halda. Bir şey gətirdi orada, amma indi yadımdan çıxdı ki, o nə yazmışdı? 3-cü Murad desə, hələ deyək 3-cü Murad. 3-cü Murad ha vaxt yaşayıbdı. Umarım ki, bu son səhifədə bir şey tapaq. 3-cü Murad, 1-ci Muraddan əgər hesablasaq, bunları beləsi hesablayaq. Deyək ki, 991-də ölübdür. Bunu məsələn 961. Yəni üst-üstə 30 il ömrü eləyib, şahlıq eləyibdir. 15 ilə ortada qoysaq, deyək ki, 75 qoysaq, 775-ci ildən çıxsaq 1447-ni 672 il öncə yazılmış olar. Əgər ikinci şahı tutsaq, Muradı 24 il hakimiyyət eləyibdir. Bu da 848 ilə 824 ilə 848 arası deyək ki 830 məsələn 32 830
2 bundan çıxsaq 1447 615 ildə öncə bu olar. Üçüncü Sultan Məhmudu tutsaq ki demişdi 982 1003 yəni olar 21 il. Bunu 90 tutsaq 990 tutsaq ondan tutsaq 1447-ni 448 il 487 il öncə bu kitabı yazmış olar. Muradi 4-cü Murada baxsaq o da 1030-una 32 ilə 1041 arasında. Yəni hüdudən 9 il şahlıq eləyibdi. Bu da deyək ki 37-ni tutsaq 1037-ni tutsaq bundan da çıxsaq 1447 bu da olar 410 il. Hardasa bu kitab 400 ta 600 700 il bundan öncə yazılmış bir kitab olur. Yəni 672 il yəni öncə ya çox keçsək dalıya 672 il öncə olar. 3-cü Murad zamanı tutsaq 487 il öncə yazılmış olar. Ən azı yəni bunu tutsaq nəzərdə 487 il öncə bu kitab yazılmış olar. Görək ki bu axir səhifədə bir şey bu kitabın haqqında bizə verir. Ondan sonra da kitabın oxumasını bağlayaq. Alim andən bir yadigar, alimlərdən ehtimalən olsun, alim andən bir yadigar qalə. Amma bu burada bir şey yazıbdır. Qeydaq dalıya. Qeydaq dalıya inşallah burada özünə bir şey yazıbdır. Mikail ibn Səlcuq padişah oldu. Əbu Əli Sina o vaxt əvvəl diyarədə bu bülətləri əvvəldən işləməyə ədavəti var idi. Bunu baş tapmadım. Xət biraz değişibdir. Yəni o xətti ki orada var idi, burada çox fərq olubdur. Hətta qələmi ki sürtür, qələmin pırpızlıdır. Sürtəndə doğru getmir və elə bir ki məsələn pırpızlıdır. Hər halda pırpızı necə deyəcəyəm bilmirəm. Farsçada da bilmirəm. Pəlisəlidir. Sənəti dilindən desək. Mikail ibn Səlcuq padişah oldu. Əbu Əli Sina o vaxt diyarədə bulundi. Əvvəldən işləməklə ədavəti var idi. Eşitməklə ehtimalən olar. Eşitməklə ədavəti var idi. Bu Əli Sinayı bu təriq ilə götürüb, ələ gətirib qətl etdi deyirlər. Və bu rivayətdə həkimin vəfatına xatuni səbəb oldu deyərlər. Hələ cismi paki durud abad nam qəryədə Xacə Abdullah Səmədi Həmdaninin yanında ruhi pakinə rəhmət qılınsın kim bu qədər elmi cəvahirinə malik olmuş idi. Bu Əlinin cümleyi yazdık qissesin aqil olan kişi ələ hissesin. Bu əcayib qissə biz ay hamam bin yerində nə mənə? Bu əcayib qissə bəzai humam bin birində hicrinin olduğu tamam. Tamam. Min birinci ildə. Sərb eləyin. Bu onda düşər hara 1001. Burada oxuduq ki Murad-ı Salisə düşər. Tamam. Bunu qoyduq bura. Deyir ki bu Əlinin cümlə yazdıq qissəsin aqil olan kişi ələ çığa hissəsin. Ələ hissəsin. Bu əcayib qissə
biz ey humam bin birinde hicretin oldu tamam. Bu acayip qıssa biz ey humam beləsi oxunacaq. Bu şeirdir burada yazıbdır. Bu acayip qıssa biz ey humam bin birinde hicretin öldü tamam. İndi ey arif danan cihan vay ve ey vakif esrar nehان bu cihan faniye geldün murad oldur ki her kişinin kudreti yettikçe cehd edip bu sahifeyi çok güzel. Biz burada tarihi tapdıq yani. Əslində 3-cü Mürad zamanındaydı. Oradakı yazmışdı, o düz idi. Amma kaş onun adını da yazıydı. Qoy indi tazışdan bir də gedək o şeydən soruşaq ki 3-cü Murad Han zamanında bir Mədhi adlı yazar bu Ali Sina hakkında bir kitap el yazma kitabı bir el yazma kitap yazmış. Onun kamil adı nedir? Görək bunu getirir. Sultan Murad Sevim ve Məti yazar Əbu Ali Sina, Məti tərcümə yadısını filan. Ben در منابع بررسی‌ام هیچ متن متنی ثابت کننده نویسنده بنا متی biz diyoruz vardı da bunu şeyde در zaman Osmani نمیتوانیم گفته درباره متی و نقل‌های مرتبط. Bir dənə əvvəldə gətirdi da indi deyir ki, gətirmərəm ki, gətirmərəm. Əgər بخواهید جستجوی عمیق‌تری انجام بدهیم یعنی در فهرست قدیمی کتاب‌های استانبول فلان بله بله görək ki bir şey tapır bu adamın yazarın adını kamil tapa bilsək çox yoxcu olar. Tamam. Mən əvvəldə bir adam gördüm yazdı, amma indi də deyir ki, gətirmərəm ki, gətir. Məthiyə nəmnəmini idi. Adını gətirdi, səhv elədik, onu vurduq, getdi. Tamam. Alimlər ondan bir yadigar qala. Amma bu fəqir həqir Əbu Ali Sinanın qıssəsini yazdım. Amma در deryada qətrəsi və günəşdə zərrəsi degüldür. Ol hikayətlər ki, lətayif üzərədir, onları bəyan əyan etdim. Zira şəhriyar Gerdun və Gar Sultan Murad ibn Səlim Xan Kamkar. Tamam, adı kamil çıxdı. Sultan Murad ibn Səlim getdi əvvələ. Səlim Xan. Tamam, getdi əvvələ, amma bunun adını vursaq daha gələr. Daha gələr. Sultan Murad ibn Sultan Səlim Xan. Sultan Murad ibn Sultan Səlim Xan mülaqəb به Murad سوم. Düzdür, elə həman budur. Sultan Səlim دومun dədəsi oğludur. Səltənəti 928-dən 103-ə qədərdir. Tamam, o gəldi. Biz bunu axtardıq, tapdıq. Tamam. Yəni gözəl oldu. Bir də bunu oxuyaq. Zira şəhriyar Gerdun Vigar Sultani و سلطان مراد بن سلیم خان کامکار اید الله تعالی عمره و دولته و اید سلطنته و عز و حشمته الى فواز الزمان
آمین یا رب یا ربی یا رحمان یا رحیم یا وجود اول صاحبی جود و سخاوتون طبیعت şerifleri ve şerifleri o kamil vücud mesahibi atanın ünsür latiflerine letaife mayil her tariqiyle معقوله قایل olduğu ecelden bu letaif namiye ikdam ve maarifi cüzviye ihtimam etti indi. Ben dahi rica ve iltimas ederim ki ehli dil sahibi marifet efendiler bizim apimize nazır ve keşf-i raza hatır hazır olmayalar. Eybimize ben dahi rica ve iltimas ederim ki ehli dil sahibi marifet efendiler bizim eybimize nazır ve keşf-i raza hazır olmayalar ve her ne kadar zahmet ise bir nokta ile tasih kılıp dameni mürüvvet ile rahmet ederler ve kerem-i mürüvvetlerinden eybimizi yüzümüze ürmeyip sitr ederler. Ogyani ve yazani ve dinliyani ve sair geçmiş ehli imanı duadan faramuş kılmayalar ve cümlesinin bu esma-i berekatından Huday Teala dünya ve ahirette maksudların müyesser ve mekdur gülüvere. Amin ya Rabbel alemin be hürmeti seyyidil mürselin hatmi kitap kimsenin eyne gelemler nezere. Hatmi kimsenin eybine kılmazlar nezer tacun sen ta göresen nur cemali Huda kimse ki sana gahr ile düşman eder lütf eylerdin sen ona eyle dua lütfeledin sen ona eyle dua hak sana rahmet ede نیک لا خدا بلا bir şeydi. Ray Huda, نیک رای خدا بلا bir şeydi. O humur kamil. Mesken olur her işi anun heba. Mesken olur her işi anun heba. Her dem afet kılıya kalır. Her dem afet kalır yaşın da dideden kabrin içi kırmızı güller ola. Beyt söyle gel ey endelibi bağcan. Şöyle gel olacaktı ya. Söyle gül ey endelibi bağcan. Söylemek sana peraşur her zaman. Peraşur her zaman. Dehri hoş kıl hava nile yine bazmi xurrem kıl xaçiyle yine. Bu ne menedir? Oxunmur. Yani kamil oxuyabilmirəm. Olmasın mir'atu qalbində gubar eylə gəl qəm leşkeri bəni tarmar. Başladım. Yani olalar taptalu olalar taptaludur ki gerçi bağa her biri bağrına yetmiş neçə dağ. Şax güldə xunçeyi hemrayi şen görünce bu mamışdan gamden başladım yümmemişdir gamden. Belə bir şey.
dəhən, qeyrət ilə qıl bənəfşiyə nəzər, piç-piç etmiş ta məgərlər sirrə, səmənd bu gördüla gülzar dur, gözləri ki gəl görünən xaridir, gülşəni aləmdə hər kim eyş edər, Doranın nişi bir gün niş eder. Tamam. Burada kitap kurtarır. Bir dua der bendeyi ancak murad. Bir duadır bendeyi ancak murad. Er alır, qalır cəhanda yaxşı ad. Er ölür, qalır cəhanda yaxşı ad. Tamam, bu qismət şeiri yaxçı da yazmamışdı. Mən də yoruldum da oxuya bilmədim. Amma o şey ki istirdik ələ gətirdik ki kitab 1001'də tamam olubdur. Bu da düşür 3-cü Sultan Murad dövrünə düşür ki Sultan Səlimin oğludur. 2-ci Sultan Səlimin oğludur. Beləliklə bugünkü kitabla da tanış olduq. Əbu Əli Sinanın haqqında kitab yazıbdır və onun düşüncələri haqqında biz oraya yetişmədik ki, Əbu Əli Sinaya görək nə yazıbdır. Umarım dostlar gələrlər və başlayarlar oxumağa. Sağ olun, sağ qalın. Əgər Allah ömür və fürsət verirsə, bir başqa gün, bir başqa türk yaradıcılığı ilə tanış olun.